Salam əziz izləyicilərimiz. Bugün internetdə maraqlı bir şey gördüm və sizə bunu paylaşmağı özümə borc bildim. Deməli, klimatı olan Mercedeslərə aiddir. Əsasən dörd gözlərdə oxudum. İndi panoramanın sözünü açıq bilmirəm. İndi dörd gözdə bunu sizə göstərəcəm. Zamoku açırsınız. Kondisioner işlək vəziyyətdədirsə, kondisioneri söndürürük. Kondisioneri söndürdük. Rest düyməsini basıb saxlayırıq. Bura gələn rəqəmlər gördünüz, 1.51. Bunlar nə deməkdir? 1. Salonun temperaturu. 2. Daxil olan havanın temperaturu. Sol havanın temperaturu. Sağ havanın temperaturu. 5. Buxarlandırıcı. 6. Motorun temperaturu. 7. Freonun davlenyası, yəni təzyiqi. 8. Freonun temperaturu. 9 haqda məlumat yoxdur. 10 ventilatorun gərginliyi, deməli 11 zərərli maddələr sensoru, günəş sensoru, əlavə ventilator, 21 motorun dövrlər sayı, yəni abarotu. Misal üçün kodlayıb göstərə bilərəm. Gördüyünüz kimi dövrlər sayı qalxdı. Abarot verəndə də qalxır dövrlər sayı. Ondan sonra 22-də sürəti göstərir, yəni gedən vaxtı sürəti baxa bilərsiniz. 23 displeyin işığı, 24 akkumulyatorun cərəyanı, yəni toku, 40-41-də proqram təyinatı versiyaları gedir. Diqqətiniz üçün təşəkkür.